və indiki vəziyyətdə İran hökuməti, yəni icra edici orqan hesab edir ki, bugün hərbi diktatura, yəni bütün qərarları verəcək olan hərbi diktatura, başda da Sepah olmaqla məsələni daha da qəlizləşdirir və yeni münaqişənin tətiklənməsinə aparır. Yəni indiki iqtisadi cəhətdən çöküş ərəfəsində olan İran dövləti və büdcəsi yeni bir müharibəni qaldıra biləcəkmi? Bu məsələdə məsul olan hərbi diktatura deyil, Sepah da deyil, hökumətdir. Sepahın məmurları, zabitləri hansısa cəhətdən, çünki müxtəlif yollarla qeyri-qanuni maliyyələr əldə edilir və bu davamlı prosesdir. Və bu prosesin içərisinə narkotik trafiki də var. Hətta konkret məlumatlar da var idi ki, bir il ərzində 50 milyar dollar civarında dırnaqarası qazanc əldə edilir. Bu baxımdan Sepahın əskərləri, zabitlərinin maaşları verilir. Ancaq bir də sosial ödənişləri düşünün, pensiyaları düşünün, müəllimlərin, həkimlərin əmək haqqlarını düşünün, polislərin əmək haqqlarını düşünün, mühəndislərin və digər ziyalı qruplarının, o cümlədən sıravi fəhlələrin əmək haqqlarını, kasıb təbəqə insanların dolanışığını düşünün. Buna məsul olan Sepah deyil, buna məsul olan Pezeşkiyan və onu rəhbərlik elədiyi hökumətdir.